Salam, sabahınız xeyir. Her şey bir şeyden başlayır. Əzizlərim, sualdan. Və ilk sual, mən kiməm? Bilirəm, hamı kimi siz də qədər, qismət, belə yazılıb deyəcəklər. Əgər mən bugün doğulmuşam bu dünyaya və özümü anlamağa başlayanda adımı kombayn qoyublarsa və yaxud kolxoz qoyublarsa, bu hansı qismətdir bu? Bu hansı qədərdir bu? Bu yaza qurba olduğu biraz maraqlıdır bə. Elə deyil, boş, qoy qırağa, on qoy qırağa. Mən kiməm? Əsl, həqiqətdə mən kiməm? Seçmədiyimiz bir kimliklər altında içimizdə boğulan bir mənliyimiz var. Biz onunla tanış olmalıyıq, bir bütün olmalıyıq. O mənlik, əsl içimizdə hər şeyə üsyan edən bir mən var. Onu tanıyanda